Salam əziz və dəyərli abituriyentlər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər. Bu günləri Dövlət İmtahan Mərkəzinin hazırladığı və son nəşri olan 3-cü qruplar üçün nəşr olunmuş 20 sınaq test kitabçasının 3-cü sınağının izahını verəcəm sizə. İnanıram ki, bu izahlar sizin üçün faydalı olar. İzaha keçməmişdən öncə onu qeyd edeyim ki, bu tərzdə videoların, izahların, dərs izahlarının, test izahlarının davamını istəyirsinizsə, kanalıma abunə olmağı və videoları, dərsləri, izahları bəyənməyi unutmayın. Keçək sualların izahına. Sual 1. Səfəvi dövlətinin mərkəzləşməsi yolunda atılan addımları müəyyən eləyək. Əziz və dəyərli izləyicilər, bu sualda biraz yanlışlıq var. Biz bilirik ki, Səfəvilər dövləti 1501-ci ildə İsmail tərəfindən yaradılan vaxtdan mərkəzləşmiş dövlətdir. Amma vahid dövlətə ölkənin çevrilməsi keçdiyimiz kimi, bildiyimiz kimi Təhmasibə aiddir. 1551-ci ildə Şəki hakimliyinin tabe edilməsi ilə Azərbaycanın vahidliyini, bütövlüyünü bərpa eləyib. Səfəvilər dövləti yaranandan mərkəzləşmiş dövlətdir. Bu sualda belə verə bilərdi ki, bütün Azərbaycan torpaqlarını əhatə edən mərkəzləşmiş dövlət, bəli, bütün Azərbaycanı əhatə edən mərkəzləşmiş dövləti, vahid dövləti Təhmasib 1551 Şəki hakimliyinin ləğv edilməsi ilə demək, bütün Azərbaycanı əhatə edən mərkəzləşmiş dövlət yaradıb. Sualın cavabına baxaq. Burada mümkün cavab Şirvanşahların ləğv edilərək Səfəvilərə birləşdirilməsi və Şəki hakimliyinin müstəqilliyinə son qoyulması. 1538 Şirvanşahlar, 1551 demək Şəki hakimliyidir. İkisini Təhmasib eləyib. Cavab burada 1-3-dür, yəni C variantıdır. Amma dediyim kimi sualda səhvlik var. Çünki hələ Şəki hakimliyinin Şirvanşahların tabe edilməsinə qədər də Səfəvilər mərkəzləşmiş dövlət idilər. İsmail Səfəviləri mərkəzləşmiş hala çevirmişdi. Bütün Azərbaycanı əhatə edən mərkəzləşmiş dövləti isə Təhmasib yaradıb. Təhmasib də bu gördüyü işlərlə bütün Azərbaycanı vahid dövlətdə, mərkəzləşmiş dövlətdə birləşdirmişdir. Bu sualın mümkün cavabı 1-3-dür. İkinci sual. Şah 1-ci İsmaildən fərqli olaraq Şah 1-ci Abbas. Biz bilirik ki, Şah 1-ci İsmail Osmanlılarla müharibəyə başlayan hökmdardır 1514 Çaldıran döyüşünün, amma İsmailin Osmanlılarla heç bir müqaviləsi yoxdur. Şah 1-ci Abbasın isə Osmanlılarla imzaladığı 3 dənə müqavilə var. 1590 İstanbul müqaviləsi, 1612 Sərhəd müqaviləsi, 1618 Mərəd müqaviləsi. Ona görə cavab burada bu olacaq, B variantı. Osmanlı dövləti ilə müqavilənin imzalanması. Keçək 3-cü suala. Gəncə xanlığını verib, Bakı xanlığını verib, Qarabağ xanlığını verib. Görək indi bu cavablar nədir burada? Məliklərə qarşı mübarizə. Biz bilirik ki, Məliklər Qarabağ ərazisində olub. Ona görə Qarabağ xanlığına aiddir. Rus qoşunlarının işğalına məruz qalması. Təbii ki, bunlar üçü də Ruslar tərəfindən işğal olunub, ləğv olunublar. Quba xanlığından Nicah diplomatiyası ilə tabe olan Bakı xanlığıdır. Ziyadoğullar Suaz tərəfindən idarə edilən Gəncə xanlığıdır. Bayat döyüşündə qalib gələn isə təbii ki, biz bilirik Qarabağ xanlığıdır. 1D, 2C, 3A'yı, 4də B variantı. 1D, 2C, 3A'yı, 4dəki B variantı. Cavab oldu C variantı. Keçək növbəti sualların izahına. Sual 4. Görək sual 4-də bizdən nə istəyir? Sual 4. Xəritədə ərazi verib və bu sualda xəritədə verilmiş bir ölkəni tapmağı bizdən soruşur. Sual nədir? 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətinə ticarət imtiyazları almış dövlətin müasir xəritədə müəyyən eləyək. Biz bilirik ki, Səfəvilər dövləti ilə Rusiya arasında 1667-ci ildə ticarət müqaviləsi imzalanıb Şah Süleymanın dövründə. Və bu ticarət müqaviləsinə əsasən Səfəvilər Ruslara geniş imtiyazlar veriblər. Demək, cavab burada Rusiya dövləti olmalıdır. Rusiyada 5-də yerləşir, cavab Y variantı. Növbəti suala baxaq. 5-ci sual. Uyğunluğu müəyyən eləyin, müqavilələri verib, o müqavilələrə aid bizdən cavab istəyir. Peterburq, Bağdad, Gəncə müqaviləsi. Dərbənddən Gilana qədər olan Xəzər sahili ərazilərin Rusiyaya verilməsi Peterburqa aiddir. Osmanlıların son 10 ildə işğal etdiyi torpaqların Səfəvilərə qaytarılması məsələsi Bağdad müqaviləsində idi. Rus tacirlərinə gömürüksüz sərbəst ticarət hüququnun verilməsi isə Gəncə müqaviləsində var idi. Cavab elə A, B, C-dir. Yəni olacaq burada cavab B variantı. Yəqin ki, bura qədər olan məsələlər sizə aydındır. Keçək digər sualların izahına. 6-cı sual. Daha əvvəl baş vermiş məsələni bizdən istəyir.
Əziz və dəyərli izləyicilərim, Cavdışan döyüşünün tarixi 1774-dür. Qaraçəmən döyüşünün tarixi 1761-dir. Qarabağ döyüşü 1-ci Rus-Qacar müharibəsində olub, 1809. Sultanbud döyüşü 1812, bu da 1-ci Rus-Qacar müharibəsinə aiddir. Aslandüz döyüşü 1812. Baxırıq, görürük ki, burada daha əvvəl olan Qaraçəmən döyüşüdür. Yəni 1761-ci ildə baş vermiş Qaraçəmən döyüşü. Aydındırmı? B variantı. 7-ci sual. Xəritədə ərazisi ulduzla göstərilmiş xanlığa aid məsələni müəyyənləş. Əziz və dəyərli izləyicilərim, bu xanlıq hamı bilir ki, Şamaxı xanlığıdır. İndi biz sualların cavablarında Şamaxı xanlığına aid olan bir məlumatı tapmalıyıq. Baxaq variantlara. A variantı. İlk vaxtlar ərazisində iki hakimiyyətliliyin mövcud olması. Əziz və dəyərli izləyicilərim, cavab budur. Biz bilirik ki, Şamaxı xanlığında 1747-ci ildən 1763-cü ilə qədər Yeni Şamaxı və Köhnə Şamaxı adlandırılan iki dənə xanlıq var idi və iki hakimiyyətlik mövcud idi. 1763-cü ildən Köhnə Şamaxının hakimi Məhəmməd Səid xan Yeni Şamaxının hakimi Hacı Məhəmməd Əlini məğlub edib Şamaxıda iki hakimiyyətliyə son qoyub. Özü də Sərkarlar nəslindəndir. Bunu da biz bilirik. Cavab olacaq burada A variantı. 8-ci sual. 18-ci əsrin 20 və 90-cı illərinə aid olan oxşarlığı tapaq. Əziz və dəyərli izləyicilərim, burada cavab elə A variantıdır. Niyə A variantıdır? Çünki Azərbaycana Rus qoşunlarının 1722-də hücumu var Pyotrun rəhbərliyi ilə. Bir də 1796 Zubovun başçılığı ilə Rus qoşunlarının Azərbaycana hücumu var. Ona görə cavab olacaq burada A variantı. Yəni Rus qoşunlarının hücumuna məruz qalması. Keçək digər sualların izahına. 9-cu sual və 10-cu sual. 11-də görsənir burada, üçün izah verəcəm sizə. 1578-1590-cı illər Səfəvi Osmanlı müharibəsinə aid deyil. Elə gözümə birinci burada C variantı sataşdı və onu da yazdım. Cavab C variantıdır. Niyə? Əziz və dəyərli izləyicilərim, Şeybanilərin Səfəvilərlə müttəfiq olması səhvdir. Çünki biz bilirik ki, ikinci mərhələ dövründə Səfəvilərin çətin vəziyyətindən istifadə edən Şeybanilər Səfəvilər üzərinə hücum edib və Səfəvlərdən Xorasanı alıblar. Yəni Şeybanilər də bu dövrdə düşmən münasibət bəsləyiblər Səfəvlərə, müttəfiq olmurlar. Ümumiyyətlə Səfəvlərin Şeybanlərlə müttəfiqliyi məsələsi yoxdur. 10-cu sual. Xroji Arcılıq. Kirmanşah müqaviləsi 1732-16 yanvar. Peterburq müqaviləsi 1723 sentyabr ayı. Nabur müqaviləsi 1727-ci il. Bağdat müqaviləsi 1733-cü il. Xroji Arcılıq burada necə olur? 2, 3, 1, 4. Yəni cavab olacaq burada B variantı. 11-ci suala baxaq. Nadir Şahın hakimiyyət dövrünə aiddir. A variantı. Şəkidə üsyan, cavab budur, A variantı. Çünki Şəkidə üsyan Hacı Çəlebinin başçılığı ilə Nadirə qarşı nə vaxt olub? 1743-cü ildə Nadir Şaha qarşı baş verib də həmin üsyan. Digər məlumatlar Nadirin xanlığına aiddir. Yəni hələ şahlıq şah deyildi. Yəni 36-cı il şah elan edilənə qədərki dövrə aiddir digər məlumatlar. Amma A variantı isə Nadirin şahlığına aiddir. 11-ci sualın cavabı oldu A variantı. Keçək digər sualların izahına. 12, 13 və 14-cü sualları biz buradan görürük və izahını verəcəm sizə. Şah 2-ci Abbasın hakimiyyət dövrünə aiddir. Əziz və dəyərli izləyicilərim, Şah 2-ci Abbasın dövründə 1653-62-ci illərdən Səfəvilərin Rusiyana hərbi münaqişəsi baş verib. Bu münaqişənin səbəbi Rusiyanın Səfəvi sərhədləri yaxınlığında qalalar tikdirməsi idi. Cavab olacaq burada Y variantı. 13-cü sual. 18-ci əsrin əvvəllərində Səfəvi dövlətinin tarixinə aid deyil. İqtisadi böhran baş verib. Mərkəzi hakimiyyət həmin dövrdə zəifdir. Əhalinin siyahıya alınması 1699-1702-də var, 18-ci əsrin əvvəllərinə aiddir. Mərkəzi hakimiyyətə qarşı üsyanlar var. Məsələn, Carabakan üsyanı 1707-11 falan var burada. Cavab B variantı. Uşaqlar, bəylərbəlçilərin ləğv edilməsi məsələsi Səfəvilər dövlətində yoxdur. Səfəvilər dövlətində mövcud olmuş bəylərbəlçilərin ləğvi Nadir Nəfşar imperiyasına aiddir. Nadir bütün bəylərbəlçiləri ləğv edir və bir dənə vahid Azərbaycan bəylərbəyliyi yaradır. Cavab oldu burada B variantı. 14-cü sual. Kirmanşah müqaviləsinin şərtlərinə görə. Biz bilirik ki, Kirmanşah müqaviləsi nə vaxt imzalanıb? 1732-ci il yanvar ayının 16-sında Səfəvilərlə Osmanlılar arasında. Araz çayı sərhəd oldu. Arazdan şimaldakı torpaqlar Osmanlıya verildi, cənubda olan torpaqlar isə Səfəvlərdə qaldı. Demək ki, bu müqavilə ilə
Azərbaycan torpaqları Səfəvilərlə Osmanlılar arasında bölüşdürülüb. Cavab olacaq burada. Azərbaycan ərazisinin Səfəvi və Osmanlı dövlətləri arasında bölüşdürülməsi. Yəni B variantı. Keçək digər sualların izahına. 15-ci suala baxaq indi. 15-16-cı suala. 17-ci əsrin ikinci yarısına aiddir. Yəni 1650-dən yuxarı. Üzü yuxarıya doğru. Mərəd müqaviləsi 1618-dir. Olmaz. Sınıq körpü döyüşü 1618-dir. Olmaz. Rusiya Səfəvi münaqişəsinin başlanması 1653-dür. Bu olar. Cavab C variantı. Qəsr-Şirin müqaviləsinin imzalanması 1639-dur. İrəvanın Səfəvilər tərəfindən azad edilməsi 1604-dür. Görürük ki, A, B, D, E variantları birinci yarıya aiddir. C variantı isə ikinci yarıya aiddir. Cavab oldu C variantı. 16-cı sual. Hansı müqavilədə Səfəvilərin itirilmiş torpaqlarının geri qaytarılması nəzərdə tutulmurdu? Rəşd müqaviləsində var. Kürdən cənubda olan torpaqlar Səfəvilərə geri qaytarılırdı. Gəncə müqaviləsində var. Bütün Xəzər-Salih vilayətlərdən Rusiya çəkilirdi və Səfəvilər həmin torpaqlara yiyələnirdi. Kirmanşah müqaviləsində var. Bəli, Araz çayından cənubda olan torpaqlar Osmanlıların işğal etdiyi Həmədan, Kirmanşah falan bunlar Səfəviyə qaytarıldı. Bağdat müqaviləsində var. Bəli, son 10 ildə işğal olmuş torpaqları Səfəvilərə Osmanlılar geri qaytarmalıydılar. Amma Peterburq müqaviləsində belə bir məsələ yoxdur ki, Səfəviyə ərazi qaytarılsın. Cavab oldu D variantı. Keçək digər sualların izahına. 17-ci sual və 18-ci suallara baxacağıq. 17-ci suala baxaq. 17-ci əsrin ikinci yarısına aid memarlıq abidələrinin müəyyən edin. Əziz və dəyərli izləyicilərim, Şeyx Cüneyd məqbərəsi 16-cı əsrin memarlığıdır. Təbrizdə Göy məscid isə 15-ci əsrin memarlığıdır. 1 ilə 4-ü burada öldürürük. 1-4 öldü. Cavab qaldı 2-3. Yəni C variantı. Nardaran məscidi ilə Şamaxıda Karxana məqbərəsi ikisi də 1663-cü ildə demək ki, inşa olunublar və bunlar 17-ci əsrin ikinci yarısına aiddirlər. Cavab oldu C variantı. Digər sualın izahına baxaq. 18-ci sual. 18-ci sualda Muğan qurultayından bəhs olunur. Yəni, Əfşar imperiyasının yaranmasından bəhs olunur. Deyir ki, həmin mətnə əsasən hadisələr nəticəsində nə baş verdi? Səfəvi dövlətinə son qoyuldu, Əfşarlar sonrası hakimiyyətə gəldi. Cavab olacaq burada 3-4 D variantı. 19-cu sual. Daha əvvəl baş vermişdir. Əziz və dəyərli izləyicilərim, Qəsr-Şirin müqaviləsi hamı tarixini bilir. 39-cu il. Şəkidə hadisələrin başçılığına üsyan 1743-cü il. Bağdat müqaviləsi 1733-cü il. Sınıq körpü döyüşü 1618. 1-ci Abbasın Bağdada ələ keçirməsi 1622 və 23-cü il. Belə 23 də yazmaq olar. Bunlardan baxırıq, daha əvvəl olan təbii ki, hansıdır? Sınıq körpü döyüşü 1618. Cavab oldu D variantı. Digər sualların izahına keçək. 20-ci sual. İrəvan xanlığı Gəncə xanlığından fərqli olaraq İkisi türk mənşəli sulahı tərəfindən idarə olunub. İkisi də gürcülərlə mübarizə aparıb. Rus işğalçılarına qarşı ikisi də müqavimət göstəriblər. İkisi də Şimali Azərbaycan torpaqlarında yerləşən xanlıqdır. Amma Osmanlı ilə sərhəd olması İrəvan xanlığına aiddir, Gəncəyə aiddir. Cavab oldu Y variantı. 21-ci sual. 20-ci sualda görürük ki, hadisə-nəticə əlaqələri verib. Hadisə-nəticə əlaqələrinin düzgün göstərildiyi cavabı müəyyən eləyək. Səfəvilər arasında birliyin olmaması, Çıldır döyüşündə Səfəvi qoşunların məğlub olması. Cavab elə budur, A variantı. Digər variantlara, yəni sualınız olsa, kommentlərdən, yəni şərhlərdən yaza bilərsiniz. Cavab burada A variantı hesab olunacaq. Digər suallara baxaq. Gülüstan müqaviləsinə görə Qacarların hakimiyyətinə tərkibində qalan Şimal. Biz bilirik ki, 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsi ilə 2 dənə Şimal xanlığı qaldı Qacarların tərkibində. Qalan bütün xanlıqlar Rusiya tərəfindən tabe edilmiş oldu. Həmin 2 dənə xanlıq hansıdır? İrəvan xanlığı ilə Naxçıvan xanlığı. Bunların ikisini də Rusiya 1827-ci ildə işğal edəcək. Yəni, Türkmənçay ilə bunlar Rusiyaya veriləcək. Gülüstanda Qacarlardaydı. Cavab oldu 1-2 B variantı. Quba xanlığına aiddir. Dərbəndin birləşdirilməsi, bəli, 1759-cu ildə Quba xanlığına birləşdirib. Qarabağı asla sala bilməyib. Qarabağ bir də Urmiya xanlığına tabi olub Azərbaycan tarixində. Bunu yadda saxlayın. Qacarlar sülalası Qarabağ, Qubada hakimiyyətdə olub. Qacarlar sülalası Gəncə xanlığında hakimiyyətdə olub, Qacarlar nəsli.
Qacar tayfasının Ziyadoğlu nəslindən Gəncə. Bir də İrəvan xanlığında Qacarlar hakimiyyətə gəliblər. Əfşarlar 1755-ci il saray çevrilişi ilə əfşarlar devilib, İrəvanda Qacarlar gəliblər. Qalan digər xanlıqda Qacarlar yoxdur. 3 də səhvdir. Şimal-Şərqi Azərbaycanın birləşdirilməsi, bəli, bu da 1768-ci ildə demək olar ki, bütün Şimal-Şərqi Azərbaycan torpaqlarını Quba birləşdirilmişdi. Cavab oldu 1-4 olaraq 2-3 isə səhv cavabdır. Cavab 1-4-dür. Digər suallara baxaq. 24-25-ci suallar. Birinci Rus-Qacar müharibəsinə aid olan döyüşlər. Əziz və dəyərli izləyicilərim, Qarababa döyüşü 1809 Birinci Rus-Qazara aiddir, Sultanbud 1812 aiddir, Cavanbulaq 1827-dir. Biz bilirik ki, Birinci Rus-Qazar müharibəsi 1813-də bitib, bu aid deyil. Aslanduz döyüşü 1812-dir, aiddir. Sərdarabad döyüşü də 1827-də baş verib, 2-ci Rus-Qazara aiddir. 3 ilə 5-i burada əliyirik, cavab qaldı 1, 2, 4. Doğru variantlar 1, 2 və 4-cü variantlardır. 25-ci sual. Türkmənçay sülhünün nəticələrini müəyyən edin. Azərbaycan torpaqları Rusiya və Qacarlar arasında 2 hissəyə parçalandı. Bəli, bu doğru cavabdır. Ermənilər kütləvi şəkildə köçürüldülər. Bəli, Türkmənçay müqaviləsi 15-ci maddəsi bu haqqındaydı. Ermənilərin köçürülməsi haqqındaydı. 1-2 doğrudur. 3 ilə 4-ə baxaq. Rusiya ilk dəfə Xəzər dənizi zolaq sahəmə hüququnu bu lap əvvəllər əldə edib. Yəni Xəzər dənizindən Rusiyanın çıxışını təmin edən 4-cü İvan Grozny'dir. Qazan və Əştərxan xanlarının tabe edilməsi o vaxta aiddir. Səfəvi dövlətinə Rus tacirlərinin gömrükçü ticarət hüququnun verilməsi, bu maddə, bu ticarətlə bağlı maddə, ticarət hüququnun verilməsi ilə bağlı maddə Gürcüstan müqaviləsində var, amma Türkmənçayda yoxdur. Cavab olacaq, özdə əziz və dəyərli izləyicilər, Səfəvilər dövlətin nə idi Türkmənçay müqaviləsi vaxtında? Türkmənçay müqaviləsi dövründə xanlıqlar dövrü idi Azərbaycanda. Səfəvilər dövləti yox idi. Hə, Gürcüstanda da Azərbaycanda gömrükçü ticarət hüququ var. Səfəvilər dövləti yoxdur. Yəni burada Səfəvilər dövləti yanlış fikirdir. Plus da ticarətlə bağlı, gömrükçü ticarətlə bağlı məsələ Gürcüstan müqaviləsində verilib. Türkmənçayda da ticarətlə bağlı məsələ var, amma Gürcüstanda gömrükçü ticarət hüququnun verilməsi ilə bağlı maddə öz əksini tapıb. Cavab oldu 1, 2. Keçək digər sualların izahına. 26 və 27-ci suallar, son cavablı suallar, ondan sonra situasiya suallar gəlir. Xronoloji acılığı müəyyən edin. Nadirin şah elan edilməsi 1736, Bayat savaşının baş verməsi 1748, Nadirin Hindistana yürüyüşü 37, Kirvanda 1-ci San Mirzənin üsyanı 1743. Xronoloji acılıq necə oldu burada? 1, 3, 4, 2 olaraq müəyyənləşdirdik. 27-ci sual. 18-ci əsrin 30-cu illəri və 18-ci əsrin 40-cı illəri. Şirvanda 2-ci San Mirzənin üsyanı 1743-dür. 1743. 40-cı illərə aiddir. Nabur müqaviləsi 1727-dir. Heç birinə aid deyil. Beni silirik buradan. Nadirin sui-qəsd əsasına öldürülməsi 1747-dir. 40-cı illərə aiddir. Şamaxının əhalisinin Ağsu köçürülməsi Nadir xan tərəfindəndir. 34-cü ildə, 30-cu illərə aiddir. Osmanlıların 3 kilsə döyüşünə məğlub edilməsi də 1735-dir. Bu da 30-cu illərə aiddir. 1D, Y, 2A, C olaraq cavabları müəyyənləşdirdik. Baxaq indi situasiya suallarına. Əziz və dəyərli izləyicilərim, situasiya sualında Qarabağ xanı İbrahim Xəlil xanın sisyan olunan danışığından danışılır. İki mənbədə bəhs olunan xanlığın adı Qarabağ xanlığıdır. İkinci sual. Mənbədə bəhs olunan xanın Rus generalı ilə görüşməyə razılıq verməsində məqsəd nə idi? Xanlığın müstəqil mövcudluğunu qoruyub saxlamaq, daxili müstəqilliğini qoruyub saxlamaq. Bir də həmin dövrdə Qarabağda yaşayan məlkişlər Rusiya ilə gizli əlaqələr saxlayırdılar. O məlkişləri neytrallaşdırmaq üçün, o məlkişləri özünə tabe şəkildə saxlamaq üçün İbrahim Xəlil xanın danışıqlara icazə verdi. Üçüncü sual. Məmmədə bəhs olunan müqaviləyə əsasən Rusiyanın xanlıq qarşısına götürdüyü 2 ötəki yazım. Rusiya xanlığın daxili müstəqilliğinə təminat verirdi. Bir də xanlığı himayə edəcəyinə söz verirdi. Həmçinin də xanlığın ərazisindəki demək Rus qoşunlarının yerləşdirilməsi falan filan məsələsi də o müqavilədə Kürəkçay müqaviləsindən Qarabağ xanlığı tabe olub da Rusiya. Kürəkçay müqaviləsində belə bir dənə şərt var idi. Yəni 30-cu sualda nəyə yazmaq olar? Rusiya xanlığın daxili müstəqilliyini söz verdik qalacaq. Bir də Rusiya xanlığı himayə etməyə təminat verdi. İzah bu qədər. İnanıram ki, bu izah faydalı olacaq. Diqqətinizə görə minnətdaram. Çox sağ olun.